Hörmətli abituriyentlər və hörmətli müəllimlər. Bugün mən Gülər Müzəffərova sizin üçün Türk dövlətlərindən olan Avropa Hun dövləti və Axunlar haqqında məlumat verəcəyəm. Məlum olduğu kimi Hunlar hələ qədim dövrlərdən Azərbaycan ərazisi də daxil olmaqla Ön Asiyadan Sakit Okean sahillərinə qədər uzanan böyük bir ərazidə məskunlaşmışdılar. Böyük Hun dövləti dövründə türk xalqları daha da geniş ərazilərə yayılmağa başladı. Türklərin Asiyada yaşadıkları ərazilər sərt iqlimə malik çöllərdir. Bu səbəbdən insanlar əsas məşğuliyyəti maldarlıq və ovçuluq oldu. Hunlar haqqında ilk məlumatlar məlum olduğu kimi eradan əvvəl 2-ci minlikdə Çin mənbələrində göstərilib. Lakin eradan əvvəl 4-cü əsrdən başlayaraq Şiz yazılarında, həmçinin Gürcü mənbələrində, antik dövr xəritələrində Hunlar haqqında məlumatlara rast gəlirik. İqtisadi çətinliklərdən, quraqlıqdan, əhali sıxlığının artması səbəbindən və otlaqların çatışmadığına görə türk xalqlarının böyük köçləri başlayır və məlum olduğu kimi eramızın ilk yüzilliklərində Mərkəzi Asiyadakı Hunlar Çin əsarətindən düşməmək üçün müxtəlif istiqamətlərdə köç etməyə başladılar. Onlar cənub-qərbə doğru hərəkət edən hissəsi Axunlar adlanacaq, şimal-qərbə doğru köçən hissəsi isə Qərb və ya Avropa Hunları adlanacaq. Qərb Hunlarının ilk başçısı Tanrıxan hesab edilir. Eramızın 2-ci, 3-cü əsrlərində Hun Barsil tayfaları Tanrıxanın başçılığı altında Azərbaycanın şimalında möhkəmləndikdən sonra Anadoluya yürüşlər edirlər. Hunların sayı artması səbəbindən köçlər 4-cü, 7-ci əsrlərdə də davam edir. Xalqların böyük köç adlanır bu yürüşlər və bilirsiniz ki, Hun adı ilə tanınan tayfalar qərbdəki məhsuldar torpaqlara doğru hərəkət edərək İdil, indiki Volqa çayını keçib geniş ərazilərə yayıldılar. Onların təzyiqi altında Alanlar və Qotlar, həmçinin digər xalqlar mərkəzi və qərbi Avropaya köçmək məcburiyyətində qaldılar. Hunların bir qolu Ön Asiya istiqamətində, digər qolu isə Mərkəzi Asiyanın cənubuna doğru çəkilməli oldu. Bir daha xatırlayaq ki, cənub-qərbə doğru hərəkət edən hissəsini Axunlar adlandıracağıq, şimal-qərbə doğru köç edənləri isə Qərb və ya Avropa Hunları adlandıracağıq. 374-cü ildə Qərb Hunlarının başçısı Balamir xan oldu. Hunlar qərbə hərəkət edən zaman 4-cü əsrin 70-ci illərində Don və İdil çayları arasındakı Alanlara məxsus əraziləri tutdular. Daha sonra Don çayını keçərək Azov ətrafı əraziləri, Terek və Kubanı ələ keçirdilər. Sürətli yürüşlərə davam edərək Krıma tərəf hərəkət edən Hunlar həmin ərazilərdə yaşayan Qotlarla üzləşdilər. Qotları məğlub edən Hunlar Balamir xanın rəhbərliyi altında Avropa Hun dövlətini yaratdılar. Beləliklə, getdikcə güclənən Avropa Hun dövlətinin ərazisi şərqdə Ural dağlarından, qərbdə Dunay çayı sahillərinə qədər olan əraziləri əhatə edirdi. 434-cü ildə hakimiyyətə Attila və Bleda qardaşları gəlir. 445-ci ildən Attila ölkəni tək idarə etməyə başladı. Onun dövründə Avropa Hun dövləti özünün ən qüdrətli zirvəsinə çatır. Dünyanı titrətmək üçün doğulan Tanrı qırmancı Attilanın hakimiyyət illərində Avropanın xeyli hissəsi Avropa Hun dövlətinin tərkibinə qatılmışdır. Attila 434-cü ildə Bizansla Şərqi Roma imperiyası ilə bağladığı müqavilə ilə ticarət əlaqələrini tənzimləyir, həmçinin Bizansı illik xərac ödəməyə məcbur edir. Bununla da qərbdəki hakimiyyətini möhkəmləndirməyə müvəffəq olmuşdur. Hun imperiyası həm Bizansla, həm də digər şərq ölkələri ilə ticarət əlaqələri qurur. Lakin Bizans Hunları zəiflətməyə, hədiyyələr verməklə onlara tabe olan xalqları öz tərəfinə çəkməyə çalışırdı. Attila bunlara dözməyərək Konstantinopolun qala divarlarına qədər getdi. Qorxuya düşən Bizans imperatoru 447-ci ildə Attila ilə danışıqlara başladı və böyük illik xərac verməklə razılaşdılar. Bizansı xərac verməyə məcbur edən Attila, Qərbi Roma imperiyası üzərinə yürüşə başlayır, Qalliya, indiki Fransa ərazisində hərbi səfərlər təşkil edir. Hunlar Burqundiyanı işğal edib Orlean şəhərinə gedib çatırlar. Katalan düzənliyində baş verən döyüşdə Qərbi Roma imperatorluğunun müxtəlif xalqlardan topladığı qoşunla Attilanın ordusu üz-üzə gəlir.
Döyüşdən öncə öz döyüşçüləri qarşısında çıxış edən Attila müraciət edərək deyir: "Biz döyüşdə Romalıların nə qədər aciz olduqlarını bilirik. Onlar nəinki ilk yara aldıqda, hətta döyüş meydanından qalxan tozu gördükdə də öz cəsarətlərini itirirlər." 451-ci ildə baş verən Katalan döyüşündə hər iki tərəfdə minlərlə döyüşçü həlak oldu. Gecə Roma ordusu geri çəkildi. Attila Roma ordusundakı döyüşçülər arasında yayılmış xəstəliyin əsgərlərinə keçməsindən ehtiyat edərək onları təqib etmədi və yeni səfərə hazırlaşmağa başlayır. Döyüş heç bir tərəfə tam uğur gətirmədi. Bundan sonra Roma üzərinə yeriyən Attila Papanın xahişi ilə və yolxucu xəstəliklərin geniş yayılması nəzərə alaraq şəhərə toxunmadı. 452-ci ildə Attila Romaya sığınmış Qotları Katalan döyüşündə düşmən tərəfdə döyüşdüklərinə görə cəzalandırdı. Hunlar Roma şəhərlərinə qədər irəlilədilər. Attila ancaq dediyimiz kimi Roma şəhərinə toxunmadı. 452-ci ildə Roma səfəri bitdikdən sonra Sasanilər üzərinə yürüşə hazırlaşan Attila müəmmalı şəkildə öldü. Hun dövlətinə tabe edilmiş xalqlar baş qaldırdılar. Qotlar Hunlara qarşı üsyanlara başlayırlar. Attiladan sonra hakimiyyətə gələn varisləri dövlətin qüdrətini qoruyub saxlaya bilmədilər. Beləliklə, Avropanı lərzəyə gətirən Avropa Hun dövləti 470-ci ildə süquta uğrayır. Attilanın ölümündən sonra hakimiyyətə gələn böyük oğlu qiyam qaldırmış Alman tayfaları ilə döyüşdə həlak oldu. Və beləliklə, Qaradəniz sahilləri, Qafqaz, indiki Macarıstan ərazisində Hunlar məskunlaşırlar. Attilanın kiçik oğlu Caba Macaristanda yeni bir dövlətin əsasını qoydu. Macarlar Caba haqqında çoxlu əfsanələr yaratmışlar. Və Cabaya görə paytaxt Budapeştdə heykəl qoyulmuşdu. Hunlar təkcə Avrasiyanın siyasi xəritəsində xalqların yaşadığı ərazilərdə deyil, həm də siyasi quruluşun dəyişməsinə gətirib çıxartdılar. Yeni ictimai münasibətlər, yəni feodalizm quruluşu yaranmağa başlayır. Hunlar Avropa xalqlarının həyatına dərin iz qoyublar. Qədim türk xalqlarından olan Kimmer, Gürcü dilində pəhləvan, İskit sözü Pəhləvi dilində igid mənasını verdiyi kimi, Hunların da adı Almanların, Qərb Slavyanların dilində bahadır, igid mənalarında işlənir. Hazırda türk xalqları və Macarlar Hunların varisləri hesab olunur. Orta əsrlərdə Göyçə gölü Gələhun adlandırılmış, orta əsrlərdə Hun qalası deyilən, hazırda Tovuz rayonu ərazisində Hun dərəsi adlı toponiminin olduğu kimi qorunub saxlanılmışdır. İkinci izah edəcəyimiz dövlət Axun dövləti haqqındadır. Məlum olduğu kimi Axunlar Çin sərhədlərindən cənub-qərb istiqamətində hərəkət edirlər və Qafqazdan Hindistana qədər uzanan geniş ərazilərdə məskunlaşmışlar. Mənbələr Azərbaycanda qədim dövrlərdə Kadusi, orta əsrlərdə isə Abdallı adlandırılan tayfaları Axun hesab edir. Axunlar 4-cü yüzilliyin ikinci yarısında Qobi çölündən Xəzər dənizi sahillərinə qədər uzanan geniş ərazidə öz dövlətlərini qurdular. Axunların qərb qonşuları Sasanilər, şimal qonşuları isə Göytürklər idi. Sasani dövləti ilə mübarizə aparan Axunlar 4-cü əsrin ikinci yarısında Axun dövlətinin əsasını qoydular. 430-cu ildə hakimiyyətə gələn Ağsuvar xan Firuz Şaha Sasani taxtına çıxmağa köməklik göstərir. Lakin bu hadisədən sonra Sasani şahı Firuz Şah Ağsuvar xana qarşı çıxaraq Axunlarla müharibəyə başlayır. Düşmənə qarşı Turan taktikasından istifadə edən Ağsuvar xan Sasani ordusunu mühasirəyə aldı. Firuz Şah hər iki ordunun döyüşçülərinin gözləri qarşısında Axun hökmdarın qarşısına diz çöküb bağışlanması üçün yalvardı. Bağışlanmasına baxmayaraq çox keçmədən yenidən Axun torpaqlarına soxuldu və bu dəfə onun ordusu tamamilə məhv edildi. Ağsuvar xanın dövründə Axunlar fəal xarici siyasət yeridirdilər. Firuz Şahdan sonra Sasani taxtına çıxan oğlu 1-ci Qubad Məzdəki hərəkatı nəticəsində ölkədən qovularkən Axun hökmdarına sığınır. Öz qızını 1-ci Qubada ərə verən Axun hökmdarı Məzdəkilər hərəkatının yatırılmasında əsas rol oynadır. 1-ci Qubaddan sonra hakimiyyətə gəlmiş Sasani şahı Xosrov Ənüşərvanın anası Axun hökmdarının qızı idi. Axun dövləti 5-ci əsrdən etibarən Eftalitlər dövləti adlanır, Eftal xanın adı ilə bağlıdır. Daha sonra ən yüksəliş dövrü 6-cı əsrin əvvəllərində hakimiyyətdə olmuş Mihraqulu xanın adı ilə bağlıdır. O zaman ərazi Hindistanın şimalından Aralı gölünə, Tibet dağlarından Xəzər dənizi sahillərinə qədər uzanırdı.
Mihraqulu xanın döyüşündə, ordusunda 700-dən çox döyüş fili var idi. Mihraqulu xanın hakimiyyəti dövründə Axundlar yürüşlər edərək Hindistanın şimal-qərbinin işğalını başa çatdırdılar. İmperiyanın ərazilərinin genişlənməsi getdikcə idarə etmədə çətinliklər yaradırdı. Eyni zamanda tabe olan ərazilərdə etirazlar, üsyanlar başlanırdı. Feodal əyanlarının müstəqillik arzuları gücləməyə başlayır. Bu dövrdə yenicə yaranmış Göytürk dövləti Axundlara qarşı hərbi müdaxiləyə başladı. Ərazisində müxtəlif dinlərin yayılması nəticəsində get-gedə zəifləyən Axund dövlətinin çox hissəsi 567-ci ildə başqa bir türk dövləti olan Göytürk xaqanlığının tərkibində qaldı. Bir hissəsi isə Sasanilər tərəfindən ələ keçirildi. Beləliklə 567-ci ildə Sasani və Göytürklərin birləşmiş qüvvələri Axund dövlətinə son qoydu.